İsveç vaxtı ilə səhər saat 9. Bu da o deməkdir ki, əl üzümüzü yuduq, çörəyimizi yedik, çantamızı topladıq, əynimizi giyindik və hazırlaşırıq ilk universitet günümüzə. İsveçdəki ilk universitet günündə baxaq görək ki, ümumiyyətlə universitet sistemi, dərs sistemi, mühazirələr, seminarlar və s. və axır. Bunlar hamısı necə keçir, abo-havası necədir, sistemi necədir, müəllimlərin yanaşması necədir, bizə nə öyrədəcəklər, qrup yoldaşlarım kim olacaq? Yəni əminəm ki, 90% hamısı fərqli millətlərdən olan gənclər olacaq. Baxaq, görək necə keçir. İlk universitet günü çox vacibdir ki, müəyyən bir anlayış və təəssürat yaransın. Təcrübəmin ən maraqlı yeri də ondadır ki, birinci növbədə sizinlə bölüşə bilirəm, ikinci növbədə ilk baxışdan bölüşürəm. Yəni mənim üçün də sizə göstərdiyim ilk baxışdan olan təcrübə olacaq. Ona görə bir yerdə baxaq, bir yerdə izləyək. Azərbaycandan mənə baxanlar, o cümlədən universitetə hazırlaşan abituriyentlər və s. sizə hər birinizə uğurlar arzu edirəm. Biz isə yollanırıq universitetimizin ilk dərs korpusuna. Like I'm in the center or what? No. I mean, like when the students have I came to like a couple of weeks, like a week before the introduction. Get boots. Like Christmas. Marmara şəhərindən hər bir kəsə salam var. Olduqca gözlənilməz bir keçid oldu. Bir şəhərdəydim, universitetə gedirdim. Hal-hazırda isə tamamilə başqa bir şəhərdəyim. Səbəbi nədir? Hal-hazırda Malmödəyəm müəyyən sənəd işlərimlə əlaqədar şəxsiyyət vəsiqəmi alacağım burada. İsveç şəxsiyyət vəsiqəmi. Və bir həftə keçib mənim universitetimdəki ilk günümdən. Ümumi təəssüratlarımı sizinlə bölüşmək istəyirəm. Keçən kadrlarda, mühazirələrdə müəyyən fraqmentlərdə gördünüz. Piknik olsun, uşaqlarla harası yığışmağımız olsun, kitabxana və s. Baxır, universitet ümumiyyətlə necədir, necə hiss olunur, necə bizi qarşılayır. İlk əvvəl Malmö haqqında danışım. Kiçik bir məlumat olaraq, Malmö İsveçin ərazi nöqteyi nəzərdən ən böyük üçüncü şəhəridir. Burada həddindən artıq çox miqrant mövcuddur. İstər ərəb ölkələrindən olsun, istər Afrika qitəsindən olsun və yaxud da Latin Amerikasından olsun və s. Yəni burada İsveçlilər özü nə yalan deyim, şəhərə hardasa 1-2 dəfə dövr etmişəm. Bir neçə saat ərzində burada olduğum dönəmdə yerli əhalini az görmüşəm. Bununla müqayisədə Londda mənə daha, belə deyim, xoşdur, daha rahatdır, daha komfortludur və daha təhlükəsizdir. Bunu deyə bilərəm. Çünki burada bir var sən sadəcə xarici olasan, bir də var ki, sən xarici kimi hansı təyinat və status əsasında bura gəlməyin və köçməyin fərqli məsələlərdir. Demək, gəlmişəm bura, müəyyən sənəd işlərimi görməyə və qərar verdim ki, gəlin universitet haqqında danışım. Mənim fikirlərim və təəssüratlarım nədir? Təbii ki, bir gün ərzində bunu edə bilməzdim. Bir günün təəssüratı həm aldadıcı ola bilər, həm eyfariya dolu ola bilər. Bir həftə keçsin, fikirlərimizi toparlayaq və düşünək ki, ümumiyyətlə, universitet necədir? Buradakı təhsil sistemi necə qurulub, strukturu nədir və s. İlk əvvəl top faktlardan deməliyəm. Kəsir yoxdur.
Yəni müqayisə olaraq heç bir kəsir yoxdur. Dərsə gəlmədiyiniz təqdirdə heç nə qayıb və s. yazılmır. Yəni ki, sizin burada mühazirəyə qatılmağınız və ümumiyyətlə təhsil nöqteyi nəzərdən oxumağınız və davamiyyətiniz tamamilə müstəqil olaraq sizə həvalə olunub. Bu da o deməkdir ki, bütün məsuliyyət mənim yük olaraq mənim üzərimdədir. Professor gəlir, dərsini keçir, mühazirəsini, nəzərə hər hansı bir biliyini bizimlə bölüşür. Heç ad sıralama və s. yoxdur dərsin əvvəlində. Ümumiyyətlə, akademik quarter deyə 15 dəqiqəli bir fasilə verilir. Fasilə dedikdə, dərsin başlama müddətindən 15 dəqiqə sonra, bu belə bir ənənədir, bir neçə əsr bundan qabaq, ümumiyyətlə, mənim təhsil aldığım universitet 1666-cı ildə təməli qoyulub və o dövrdə bildiyimiz qol saatı mövcud deyil idi və insanlar saatı tənzimləmək üçün kilsədəki elanlara istinad edirdi ki, kilsə saat 12-də, 1-də və s. bu kimi saatlarda elan edir və yerli ailə alır ki, günün hansı hissəsindəyik. Eyni qaydada dərs o vaxt ki, mühazirələri başlayanda ilk 15 dəqiqə onlara ehtiyac var idi ki, kilsədən və yaxud da kilsəyə yaxın yaşadıkları mənzillərdən çatsınlar universitetə. Və 2 saat davam edən mühazirənin ikinci hissəsi, yəni ikinci 2 saatı da 15 dəqiqəlik breakdən sonra başlayır. Yəni, qısaca deyim, 15 dəqiqə break verilir və yaxud 15-20 dəqiqə hərəsi. Bununla belə həftə ərzində 6-8 saat maksimum təhsilə ayrılır, yəni mühazirələr və s. Seminarlar təbii ki, şərtdir və quizlər yoxdur. Quiz bildiyimiz həftə içi olan müəyyən test sistemidir və yaxud da siz lövhəyə çıxırsınız, nəsə danışırsınız və s. Seminarlar da burada sadəcə olaraq professorla həmsöhbət olub, ümumi suallara və müzakirələrə qatılıb bir cavab verməkdir daha çox. Esse, imla şəklində verilir. Müəyyən ədəbiyyat əsasında o ədəbiyyatı oxuyursunuz, orada fikirlə tanış olursunuz. Fikir pluralizmi mövcuddur, yəni ki, burada fərqli iqtisadçıların və yaxud da siyasətçilərin hansıların ki, biz ədəbiyyatına və nəzəriyyəsinə istinad edirik və kimi onlara əsas götürürük. Onu ümumiləşdiririk, öz fikrimizi əlavə edirik, onların fikrini referans kimi əlavə edirik və professorun fikri də burada müəyyən qədər nəzərə alınır, amma professor burada daha çox bağlayıcı rolundadır. Yəni onun fikri, onun kitabları deyə bir şey yoxdur. Təbii ki, burada hər bir professorun öz müəyyən tədqiqatları var, amma sistem tam olaraq məşhur iqtisadçıların, məşhur siyasətçilərin və s. baxırsınız hansı spektr üzrə təhsil alırsınız, o alimlərin fikirləri əsasında qurulub və təbii ki, siz də oturursunuz dərsinizdə bildiyimiz klassik sistemdə, amma mühazirəyə qatılmamaq azadlığı nə deməkdir burada? Professorlar, ilk mənim gəldiyim gün çox mədəni bir şok yaşamışdım. 1 sentyabr tarixidir, dərsimizə gəlmişik, bəs tanıtım dərsidir, bizə proqram direktoru müəyyən məlumatlar verir. Deyir ki, 1 sentyabr tarixində belə bir elan edim, sizin diplomunuz lazımsız bir şeydir. Bütün auditoriya sakit oturub, tam olaraq anlamırıq, nədən söhbət gedir. Sonradan mən artıq ikinci professor da bunu deyəndə ki, nobody gives a heck about your grades. Bunun tərcüməsini Azərbaycan dilində altdan yazacağım. Bilirsən ki, sən top universitetdə oxuduğun təqdirdə sənə bu deyilirsə, bu boşuna deyilmir. 1 sentyabr tarixində deyilirsə, bu boşuna deyilmir. Və çox simvolik mənim üçün çıxışlardan biri Cənab Prezidentin Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş tədbir çərçivəsində, səhv etmirəmsə, ya Heydər Əliyev mərkəzindədir, ya da ki, Konqres mərkəzinizə keçirilən tədbir çərçivəsində olan çıxışında bildirmişdi ki, diplomu birinci mərhələli avantaj və yaxud da birinci mərhələli fundamental tələb kimi qəbul etməyin. Onu bu qədər aliləşdirməyin. Nəyə görə? Diplom pasport kimi bir şeydir. Hamı da olmalıdır və olması qəbul ediləndir, normaldır, bu standartdır. Fəqət sizin işə qəbul olmağınız üçün diplom sizə köməkçi olmayacaq. Mən bunu şəxsi təcrübəm əsasında da bildirirəm. Mən Bakıda olduğum dönəmdə fərqli şirkətlərdə və təşkilatlarda HR oldu, işləyirdim, işə götürdüm. Və mənim 18-19 yaşım olan, mənim namizədimin 23, 24, 25 yaşı var idi. Təbii ki, magistr bitirən bir şəxsdən söhbət gedir. Mən o insanı
müsahibədən keçirtməkdir. Səbəb isə ondadır ki, bu insan təcrübəsi yox. Avtomatik olaraq beyninizdə bir sual yaranır. Yaxşı, bəs mən təcrübəni hardan qazanım? Hal-hazırki dönəmdə Azərbaycanda həddindən artıq çox könüllü proqram var, təcrübə proqramı var və s. və ilaxır. Onlardan necə faydalanmaq lazımdır kimi sualları mən əlavə ayrı bir videoda istədiyiniz təqdirdə, təbii ki, siz istəyirsinizsə, mən onun izahını verə bilərəm və sizə dəstəkçi ola bilərəm. Ümumiyyətlə mənim Project Saint adlı layihəmin və məntiqlik proqramının daxilində və tərkibində buna aid bir istiqamət mövcuddur ki, sıfırdan gəncləri karyera pilləsinə və əmək bazarında istənilən, tərcih olunan namizəd sıralarındakı potensiallı insan kapitalına çevirmək kimi bir yolu mən orada izah edirəm və şəxsi mentor olaraq fərdi proqram çərçivəsində bunu edirəm. Hər şey vaxtında da danışacağam, vaxtı aşmayaq. Demək, və nəticə etibarilə və sən anlayırsan ki, universitet sənə elə bir dəstək göstərir, elə bir məsləhət verir ki, bax, hərs tələbə, sənin biliklərin, vaxtın, maddi resursun, sənin əlavə səriştələrin hamısı, bunlar sənin diplomundan qat-qat daha üstün bir anlayış daşıyır, qat-qat daha üstün bir əhəmiyyət kəsb edir həyatı. Çünki səni işə düzəldən sənin səriştəndir, səni işə düzəldən sənin fərasətindir, səni işə düzəldən sənin emosional stresə davamlılığındır və ya emosional sabitliyindir. Səni işə düzəldən sənin praktiki biliklərindir. Nəzəri olaraq səni universitetdə nə öyrədirlər, hansı fəlsəfə doktoruna və yaxud da hansı bir qədim Yunan filosofunun düşüncələri və nəzəriyyəsi səni işə qəbul etdirməyəcək və yaxud da səni işinin sahibkarı etməyəcək. Bunu anladığın zaman, bu fikrə var olduğun zaman, sən artıq digərlərindən 1-0 qabaqdasan. Mən Bakıda olduğum dönəmdə 15 yaşımdan etibarən işləmişəm, könüllü əsasda işləmişəm, legal yaşıma çatdığım təqdirdən etibarən isə artıq ödənişli əsasda əmək haqqı alaraq çalışmışam. Və burada universitetə heç bir zaman prioritet olmayıb. Universitet daha çox sənət kimi sənin həyatında lazımdır. Bunu nəzərə almaq və bu fikir, bu təfəkkürlə irəliləmək daha vacibdir. Nəyə görə bu fikrin əksi Azərbaycanda hal-hazırda hələ də populyardır? Məsələ ondadır ki, Azərbaycan postsovet ölkəsidir. Sovet İttifaqının əsas ideologiyası və ümumiyyətlə ictimai və icma qurumu ondan ibarət idi ki, mən doğuldum, məktəbə getdim. Mənim ixtisasım və istiqamətim tələb edirsə texnikuma getdim. Texnikumdan sonra ali təhsil müəssisəsinə daxil oldum, qəbul oldum. Ondan sonra müvafiq kvota əsasında məni işə qəbul etdilər, təyinatımı verdilər. Ondan sonra mən növbəyə durub evimi alırdım, növbəyə durub hər hansı bir sosial imtiyazlarımı əldə edirdim. Məsələn, yəni dövlət mənə bir yol göstərirdi. Yəni sosializmin və onun ilk pilləsi olan kommunizmin əsas təməli də məsələ budur ki, hamı bərabərdir, hamıya bərabər imkanlar verilir və s. Hal-hazırda isə biz 21-ci əsrdə 2025-ci ildə kapitalist dövrdə yaşayırıq. Kapitalist dövrdə yaşadığımıza görə kimin daha çox səriştəsi, kimin daha çox bacarıqlı, kimin daha çox alternativ fərasəti və ingilislər demiş out of the box düşüncəsi, out of the box, yəni üçüncü digər fərqli mövqedən, fərqli bir baxışdan situasiyaya baxmaq bacarığı varsa, o qabağa gedir. Və universitet də bizə bunu sentyabrın ilk günündən etibarən izah edir. Ki, universitetdə sən o diplomalı professor deyir ki, onsuz da hamınız məzun olacaqsınız. Bəs salam, yəni bu qədər bəsit, bu qədər sadə. Sizi işə qəbul etdirən bu olmayacaq. Hətta belə bir şey dedi, zarafat yana dedi, amma hər bir zarafatda o həqiqət payı mövcuddur. Deyir ki, mənim mühazirəmlə sizin Ibizada, Praqada, Amsterdamda, Kopenhagendə bir o yaxın şəhərlərdə hər hansı bir partiniz varsa, hər hansı bir konsertiniz varsa, tutalım, Lana Del Rey gəlir, Weekend gəlir, Kayna Music gəlir, fərq eləmir. Kimsə gəlirsə, sizin ora biletiniz varsa, konsertə biletiniz və ora uçuş biletiniz ucuzdursa, 15-20 avrodursa ki, adətən elədir, mənim mühazirəmə gəlməyin. Gedin, konsertinizi dincəlin, cavanlığınızı, gəncliyinizi yaşayın. Bununla belə bu insan demir ki, mühazirəni heçə say. Xeyr. Həyatını balanslı şəkildə tənzimlə. Yəni ki, konsertivə də get, mühazirəvə də get
və nəyi nə qədər etmək olar, olmaz, harda nəyi nə qədər aşmaq olar, olmaz, artıq sən müəyyən edirsən. İnsanı olğunlaşdıran da məhz budur. İlk həftəmin təəssüratının bu qədər zəngin olması və sizinlə bunu bölüşmək imkanı mənə çox şanslı bir insan edir və istəyirəm ki, siz də bundan mən nə qədər edə bilərəm, mən nə qədər sizə dəstək göstərə bilərəm, faydalana biləsiniz. Sizin bu təfəkkür və bu düşüncə tərzinə dair fikirləriniz mənə maraqlıdır ki, siz nə düşünürsünüz? Sizin reallığınız nədir? Reallığınızı necə dəyişmək istəyirsiniz? Yoxsa siz düşünürsünüz ki, diplom birinci dərəcəli sənəd kimi qəbul olunmalıdır. Sizin fikirləriniz mənim üçün çox vacibdir. Hər birini dinləyəcəm, hər birini nəzərə alacağım. İndi isə kiçik bir unpacking eləyim. Bugün mən random keçidlərlə doluyam. H&M-ə daxil oldum. H&M İsveç istehsalı olan bir brenddir. Və pərəstişkarı, həvəskarı, fanatı olduğum Formula 1-in belə gözəl estetik futbolkasını almışam, köynəyini almışam, əldə eləmişəm. Formula 1 bolidinin printi də üzərində və Formula 1-in o cümlədən rəsmi logosu da üzərində var. Nə qədər görünür? Baxın, yes. Like this və Formula 1-in rəsmi logosu da burada var. Buna səbəb də odur ki, onlar H&M ilə müəyyən brend sazişi və əməkdaşlığı qurublar. O əməkdaşlıq çərçivəsində müəyyən kolleksiyalar mövcuddur. Mən İsveçə gəldikdə ilk axtardığım ümumiyyətlə H&M idi və Formula 1 kolleksiyası idi. Aldım, əldə elədim, xoşbəxtəm. Sənədləşmə işimi demək olar ki, sonlandırmışam. Artıq gözləmə etapındayım, mərhələsindəyəm. Alım bütün sənədlərimi və sizinlə möhtəşəm İsveç səyahətini və İsveç həyatına davam etdirim. Ümid edirəm ki, universitet haqqında fikirlərim sizin üçün faydalı oldu, əzizlərim. Sizin fikirləriniz mənim üçün o cümlədən çox faydalı və çox informativ və vacibdir. Ona görə bütün fikirlərinizi şərhlər bölməsində yazın. Bura gənclər üçündür. Gənclər öz fikirlərini paylaşsın, biz isə onlara dəstəkçi olaq. Sosial şəbəkələrə abunə olmağı unutma.